Salam müəllimlər. Bu gün baxacağıq inteqrasiya mövzusuna. Bu mövzu bilirəm ki, son illərdə müəllimlərdə daha çox belə deyək, müəllimlərin çaşdırdığı, qarışdırdığı, xüsusilə də keçən il bəzi qaydalar dəyişdi bilirsiniz inteqrasiya ilə bağlı. Artinin bizə təqdim etdiyi sual nümunələrində biraz çaşqınlıq yaşadıq. Bundan öncəki illərdə məsələn fənlər arası fənn üstü inteqrasiyanı başqa cür götürürdüksə, bəzi xırda dəyişikliklər oldu. Bunlar bugün çalışacağım ki, praktik olaraq test üzərindən izah verim. Amma yenə də bir təkrar üçün kiçik bir xatırlatma edək ki, inteqrasiya nə idi? İnteqrasiya bilirik də artıq əlaqələnmə deməkdir. Xüsusilə də bu əlaqələnmə dedikdə fənnin, məzmunun pərakəndə deyil də, yəni dağınıq deyil də, ortaq ideyalar, ortaq problemlər, ortaq mövzuların əlaqələndirilməsindən söhbət gedir. Burada söhbət gedir bilik, bacarıq, dəyər, münasibətlərin əlaqələndirməni edərək bilik, bacarıq, dəyər və münasibətlərin formalaşdırılması. Bir sözlə inteqrasiya əlaqələnmə deməkdir və pərakəndə deyil də, ortaq ideya, problem, mövzu ətrafında bir əlaqələnmədir. İnteqrasiyanın üç dənə növü var. Fən daxili inteqrasiya, fənlər arası inteqrasiya və fənn üstü inteqrasiya. Fən daxili inteqrasiyanın da bilirik ki, özünün iki dənə növü var. Ümumiyyətlə, fən daxili inteqrasiya bir fənnin daxilində gedən əlaqələndirmədir. Adından da məlum olduğu kimi, fən daxili inteqrasiya. Bir fənnin daxilində, bəzən düzdür, artıq inanmıram qəbula bu şəkildə düşə, amma yenə də ola bilər kimisə ilk ilidir, ilk dəfədir inteqrasiya ilə tanış olur, ona görə də deyək, bir fənnin daxilində, məsələn, coğrafiya fənninin daxilində mən hansı bilik və bacarıqları əlaqələndirəcəmsə, bu zaman fəndaxili inteqrasiyadan istifadə etmiş olacağam. Eyni fənnin daxilində. Sadəcə bu da iki cür ola bilər. İki növdə ola bilər. Fənnin daxilində üfüqi inteqrasiya edə bilərəm. Fənnin daxilində şaquli inteqrasiya edə bilərəm. Üfüqi inteqrasiya nədir? Fənnin daxilində üfüqi inteqrasiya nədir? Məzmun xətləri, yəni bunu da belə göstərək. Fən daxili ümumi inteqrasiya. Biraz köbdalın düzdür sayın. Fən daxili üfüqi inteqrasiya. Eyni tədris ilində, yəni məsələn 2026-2027-ci il tədris ilində, bir ildə, doğru ildə deyək, bir il başlayanda, eyni tədris ilində müxtəlif məzmun xətləri ilə məzmun standartlarının, bilik və bacarıqlarının əlaqələndirilməsidir. Eyni tədris ilində. Nədir bu? Məsələn, mən bir il ərzində biz jurnala müxtəlif məzmun xətlərinə aid dərslər yazırıq da, düzdür? Müxtəlif məzmun xətləri üzrə müxtəlif məzmun standartlarına aid mövzular yazırıq. Dolayısıyla da biz müəyyən dərslərdə üfüqi inteqrasiyadan etməyə məcbur oluruq. Yəni, məsələn, mən bir fən, belə deyim də, bir dənə mövzu keçirəm. Deyək ki, coğrafiyadan iqlim mövzusunu keçirəm. İqlim mövzusunu keçərkən, amma elə etməliyəm ki, həmin o əlaqələndirəcəyim mövzular eyni tədris ilində keçən olsun. Bunu da deyə bilərsiniz, biz qarışdırırıq, yaza bilmirik. Düzdür, işləməyən müəllimləri hardasa başa düşürəm. Onların da əlində amma metodik vəsait var. Hazırlaşan zaman metodik vəsaitdən istifadə edirsiniz. Hər bir fənnin özünün metodik vəsaiti var da, müəllimlər bilirlər. Hər bir müəllim öz məzmun xətlərini tanıyır, düzdür. Mən öz məzmun xətlərimi tanıyıramsa, mən o situasiyanı oxuyan kimi görəcəm ki, orada iki dənə ayrı-ayrı məzmun xətti var. Məsələn, mənə belə bir sual görürəm. Tutaq ki, belə bir situasiya qarşıma çıxıb ki, müəllim coğrafiya fənninin tədrisi zamanı təbiət belə deyək də biz iqlim mövzusuna keçirik tutaq ki, iqlimin ölkənin kənd təsərrüfatına olan rolunu izah etdi və yaxud şagird iqlimin kənd təsərrüfatına necə təsir etdiyinə dair əsaslandırmalar edilməsi tələb edildi. Mən o situasiyanı oxuyanda görürəm ki, iqlim bir məzmun xəttidir, təbiət məzmun xəttidir orada. Kənd təsərrüfatına təsir iqtisadiyyatın məzmun xəttidir. Açıq aydın, yenə də deyirəm, məntiqi düşünən, öz məzmun xətlərini tanıyan bir müəllim oxuyan kimi baxacaq ki, burada iki dənə fərqli məzmun xəttinin əlaqələndirilməsidir. Bu da nədir? O da bilirik ki, bu fənnin daxilində üfüqi inteqrasiyadır. Fənn daxili inteqrasiya. Bu belə, məsələn, burada kitabda da verilib.
Məsələn, Azərbaycan dili üzrə deyir ki, şagirdlərə insanın cəmiyyətdəki rolu, davranışı və mənəvi məsuliyyəti ilə bağlı mətn təqdim olunur. Şagirdlər mətni oxuduqdan sonra müəllifin mətndə çatdırmaq istədiyi əsas fikri müəyyən edir, oxuyur, sonra. Oxuyandan sonra mövzu ilə bağlı yazı hazırlayırlar. İndi hamısını oxumuram, vaxt çox getməsin. Baxın, Azərbaycan dili müəllimi bu situasiya ilə tanış olan zaman görür ki, burada həm oxu, həm də yazı məzmun xəttləri arasında açıq-aşkar əlaqə var. Demək ki, nədir? Testimdə götürəcəm biri fəndaxili inteqrasiyadır. Və yaxud da riyaziyyat bir nümunə verib. Məsələn, deyir ki, müəllim şagirdə xanalı kağızda eni 3, uzunluğu 5 sm düzbucaqlı üçbucaq çəkib. Çək deyir, bunun perimetrini hesabla. Fənnini tanıyan, məzmun xəttlərini tanıyan bir müəllim baxacaq ki, burada həm ölçmə işləmi var, hesablama işləmi var. Həm də şagird həndəsə ilə bağlı məzmun xəttinə sahib olmalıdır. Həm də şagirddən həndəsə məzmun xəttinə aid bacarıq tələb edilir. Dolayısıyla iki dənə məzmun xətti əlaqələndirildi. Eyni fənnin daxilində, eyni tədris ilində müəllim bu tapşırığın içərisində iki dənə fərqli məzmun xəttinə müraciət etdi. Bu da olur fənn daxili inteqrasiya. Çox asan. Buradakı nümunələrin hamısını oxumaq istəmirəm, çünki özüm də test nümunələri üzərində göstərəcəm. Bir də fənnin daxilində şaquli inteqrasiya var. Şaquli. Mən həmişə müəllimlərə deyirəm ki, belə yadda saxlayın. Şaquli nədir? Bir dənə belə xəttdir də, düz deyil. Belə bir xəttdir. Təsəvvür edin ki, bu xəttin aşağısından başlasaq əgər, birinci, ikinci, üçüncü, dördüncü, beşinci, 11-ci sinifə qədər biz sanki belə şaquli xətt üzrə bilik və bacarıqlarımızı artıraraq gedirik, düzdür? Bu da bir fənnin daxilində baş verir. Yenə də tutaq ki, riyaziyyat fənninin daxilində eyni məzmun xəttinin, məsələn deyirəm, orada indi hesablama olur da, səhv etmirəmsə, ölçmə məzmun xəttinin içərisində siniflər üzrə əlaqələndirmə edəcək. Məsələn deyirəm, müəllim birinci sinifdə keçib şagirdə toplama və çıxma əməli, daha sonra bir tənlik qoyur qarşısına, deyir ki, bu tənliyi həll et, tənlikdəki ardıcıllığı, həmin o toplama və çıxma əməllərinin ardıcıllığını gözləməklə həmin o tənliyi tutaq ki, həll et. Şagird bu situasiyanı edən zaman birinci, ikinci sinifdən öyrəndiyi toplama və çıxma bacarıqlarını da istifadə eləyəcək, 4-də öyrəndiyi tənliyi həll eləmə bacarığını da istifadə eləyəcək. Bu da nədir? Dediyim kimi, fənn daxili, şaquli inteqrasiya bir fənnin daxilində əvvəlki bilik və bacarıqlarının mərhələli ardıcıl şəkildə sanki dərinləşdirirsən də bunu. Əvvəlki siniflərdə qazandığı bacarığı yeni mərhələdə genişləndirirsən. Məsələn, belə bir tapşırıq verir, bir dəqiqə nümunədə. Riyaziyyat fənni üzrə. Deyir ki, aşağıdakı çıxma əməlini yerinə yetir və aldığın nəticənin düzgünlüyünü toplama əməli ilə yoxla. Yoxlama zamanı hansı toplama əməlindən istifadə elədiyini yaz. Bu tapşırıq şagirddən, bayaq mənim dediyim situasiyaya bənzər. Bu tapşırıq şagirddən 3-cü, 4-cü siniflərdə ədədlər və əməllər məzmun xəttlərinin siniflər üzrə müvafiq bacarıqlarını reallaşdırmağa tələb edir. Müəllim burada şagirdin 3-cü və 4-cü siniflərdə öyrəndiklərini əlaqələndirir. Bəzən özümüz də olur. İndi bu bizə rəsmi belə qaydada qarşımıza çıxır, amma gündəlik rastlaşdığımız şeylərdir. Məsələn, lövhədə yazıram, deyirəm uşaqlar, yadınızdaydı. Məsələn, keçən il bunu bu şəkildə, məsələn, mən iqlimi şagirdə 8-ci sinifdə keçəndə deyirəm, uşaqlar, gəlin yadımıza salaq 7-ci sinifdə öyrəndiyimiz bilik və bacarıqları. Nə idi iqlim, nə bilim, sadalayıram da onlara, öyrəndiklərimizi yadımıza salıram. Və bu ildə onları yeniləyirik. Növbəti dərsdə şagirdə ilə bir tapşırıq verirəm. Ona orada 7-ci sinifdəki iqlimdən öyrəndiyi bacarıqlar da lazım olur. Dünən mənim keçdiyim 8-dəki bacarıqlar da ona lazım olur. Şagird bu ikisi arasında əlaqələndirmə edə bilirsə, demək ki, mən fənn daxili şaquli inteqrasiyadan istifadə etmişim. Və salam. Bu qədər sadə, bu qədər bəsit. Bu oldu fənn daxili inteqrasiya. İndi testlərin üzərində də göstərəcəm. Bir də var fənlər arası. Bu arada burada da verilib meyarlar üzrə. Biraz
belə deyim də, əzbərləməyə ehtiyac olmadığı və bizə test imtahanlarında çox da kömək eləməyəcək bir cədvəldir məncə. Amma yenə də müqayisə meyarı, meyar nədir? Hansı aspektdən nə ilə necə ölçəcəm? Əsas mahiyyətini verir, sinif səviyyəsi, məzmun xəttləri, bacarıqların inkişaf və istiqaməti. Hər iki üzrə elə bir ki, fərqləndirmə edir də. Fən daxili fiqh inteqrasiyada bu necədir? Məsələn deyirəm də, mahiyyəti fən daxili inteqrasiyada necədir? Mahiyyəti fən daxili şaquli inteqrasiyada necədir? Fiqh inteqrasiyada bayaq dediyimiz kimi eyni sinif səviyyəsində müxtəlif məzmun xəttlərinə aid bacarıqların tətbiqidir. Fəndaxilidə eyni məzmun xətti üzrə bacarıqların siniflər üzrə pilləli inkişafıdır. Pilləli inkişafıdır. Fəndaxili üfüqi inteqrasiyada sinifin səviyyəsi dəyişmir. Niyə dəyişmir? Çünki eyni sinif səviyyəsində eləyəcəyik dedik. Fəndaxili şaquli inteqrasiyada isə bu dəyişir. Sinif səviyyəsi, çünki siniflər arası əlaqələndirmə edirəm də, təbii ki, dəyişəcək. Məzmun xəttlərində necə olur? Fəndaxili üfüqi inteqrasiyada fərqli məzmun xəttləri paralel şəkildə inteqrasiya olunur. Paralel şəkildə. Sanki belə üfüqi xətt düşünün də. Paralel şəkildə inteqrasiya olunur. Fən daxili şaquli inteqrasiyada isə eyni məzmun xətti saxlanılır. Məzmun xəttim eynidir. Tutaq ki, yenə də yazım məzmun xəttimin içərisində, bayaq gördünüz, məsələn, və yaxud da ki, ölçmə məzmun xəttimin içərisində sadəcə 3-cü siniflə 4-cü sinifə əlaqələndirdim. Tutaq ki, 3-də mən bu toplama çıxma əməlini nisbətən sadə şəkildə keçmişdimsə, 4-də bu toplama çıxmanı fənliyin içərisində tətbiq eləməyini istəyəcəm ondan. Ona görə deyirik ki, eyni məzmun xətti saxlanılır. Bacarıqların inkişaf istiqaməti necədir? Fən daxili üfüqi inteqrasiyada paralel və qarşılıqlı tamamlayıcı, fən daxili şaquldə ardıcıl, mərhələli və dərinləşən. Dərinləşən sözünü yadda saxlayın, bəs edir. Dərinləşəcəkdə, yəni 3-də keçdiyimi 4-də biraz dərinləşdirib keçəcəm. 5-də isə 4-də keçdiyimi biraz dərinləşdirib keçəcəm. Siniflər, mərhələ adladıqca sanki daha da dərinləşdirirsən. Belə. Və bizim ən əsas, dediyim kimi, imtahanlarda daha çox qabağımıza çıxır fənlər arası və fənn üstü inteqrasiya. Amma bu o demək deyil ki, fən daxilini qoyaq bir kənara. Sadəcə son illərdə və Artinin bizə təqdim etdiyi sual nümunələrinin içərisində demək olar 90% fənlər arası fənn üstü inteqrasiya idi. Nədir fənlər arası? Yenə də adından da məlum olduğu kimi, hər hansı bir real və kompleks hadisənin müxtəlif fənlərin, fən daxildə eyni fənnin daxilində idi. Burada müxtəlif fənlərin bilik və bacarıqları ilə birlikdə öyrənilməsidir. Burada tarixi coğrafiya ilə, burada müxtəlif də, yəni bütün deyir ki, təbii ki, belə deyək də, maksimum dərəcədə uyğunluq saxlanılmaqla tarixi coğrafiya ilə əlaqələndirə bilərik, ədəbiyyatı tarixlə əlaqələndirə bilərik. Deyir ki, bu zaman tarix, coğrafiya, ədəbiyyat, biologiya, sistem və digər fənlər bir-biri ilə kəsişən məqamlar əsasında qarşılıqlı şəkildə tamamlanır. Yəni, adından da məlum olduğu kimi fənləri əlaqələndirəcəyik. Məsələn, fənlər arası inteqrasiyaya aid bir nümunə, hansı daha tez olursa ona deyək. Riyaziyyat və coğrafiyanın əlaqələndirilməsini edəcəyik. Deyir ki, xəritədə verilmiş bölgədə əhalinin 60%-i şəhərdə, 40%-i kənddə yaşayır. Ümumi əhali sayının 500 min nəfərdir. Şəhər və kənd əhalisinin sayını hesablayan, alınan nəticəyə əsasən bölgənin məskunlaşma xüsusiyyəti barədə nəticə çıxarın və nəticəni qısa analitik mətn şəklində. Bunu ona görə bayaq da dedim ki, müəllim öz fənnini, öz məzmun xəttlərini çox yaxşı bilməlidir. Bir coğrafiya müəlliməsinə deyək ki, bu situasiya imtahanda düşdür. Müəllim görür ki, bu bunun fənnidir. Bir dənəsi heç. Gördü ki, bu bunun fənnidir. Yəni, demək istəyirəm ki, fənlər arası olduğunu necə başa düşə bilərik? Zaten bu situasiya mənim qarşıma çıxıbsa, bilirəm ki, bir dənə coğrafiya varımdır. Və salam. Bir fənnim var. Burada baxıram ki, rəqəmlər, hesablamalar, sayı hesabla, ölç və s. də, yəni hesablama işləridir. Avtomatik olaraq müəllim biləcək ki, coğrafiyam o heç var idi. Bir dənə də mənə riyazi bacarıqlarım lazımdır. Deməli, mən 2 dənə fənni əlaqələndirəcəm. Situasiyam nədir? Fənlər arasıdır. Situasiya fənlər arasıdır. Və yaxud da bir dənə də kimya, biologiya var. Deyir ki, insan orqanizmində maddələr mübadiləsində mühüm rol oynayan fermentlərin təsir mexanizmini kimyəvi baxımdan izah edin. Ola bilər ki, bir Azərbaycan dili müəllimi bu situasiyanı oxuyanda söhbətin burada nədən getdiyini anlamaz.
Amma çox yaxşı bir şeydir ki, MİQ bizə hər birimizə öz fənnimizə aid tapşırıqlar verir və öz fənnimizə aid situasiyalar qoyur qarşımıza. Ona görə də amma bir kimya müəllimi və yaxud da biologiya müəllimi bunu oxuyan kimi görəcək ki, aha, burada insan orqanizmi, maddələr mübadiləsi, fermentlərin təsiri, orqanizmdə maddələr mübadiləsi oldu biologiya, fermentlərin təsirini də orada o baxımdan izah edirəm, oldu kimya. Bunu tutalım deyirəm, bir biologiya müəlliməsinin qarşısına situasiya olaraq qoyublar, müəllim oxuyur, görür, aha, biologiyası varıdır. Bu zaten bilir ki, buna situasiya biologiya fənnidir. Biologiyadan da bir dənə situasiya qoyublar bunun qarşısına. Müəllim orada sadəcə olaraq ikinci əlaqələndirməni tapmalıdır. Onda açıq-aşkar görünür. Yəni biraz məntiqi olan, mütaliəsi olan, çoxlu test işləyən, izahları dinləyən, time işləyən xüsusilə müəllim açıq-aydın görəcək ki, orada iki dənə fənnin əlaqələndirilməsi var. Bir də onu deyim ki, bir dəqiqə üzr istəyirəm. Bir də onu deyim ki, fənlər arası inteqrasiyanın fənn üstü inteqrasiyadan ən əsas fərqi budur ki, situasiyada adətən belə olur da, müəllim şagirdə falan tapşırığı verdi. Bu situasiya bir tapşırıq olaraq çıxır qarşımıza. Baxın, məsələn, oxuyuram yenə də insan orqanizmində maddələr mübadiləsi, onun kimyəvi baxımdan izahı və s. Bunu oxuyan zaman görürəm ki, bunu şagird həll etmək üçün bu bir tapşırıqdır. Bu müəllimin verdiyi, yəni bunu gedib həyatda baxmır da, insanların, nə bilim, orqanizminə, onlara insan nə yedi, nə içdi, filan qida ona necə təsir elədi. Bu şagird dərsdə öyrəndiyini tapşırıq olaraq tətbiq edəcək sadəcə olaraq. Birazdan göstərdiyim testlər üzərində fənlər arası fənn üstünü daha yaxşı necə əldə edə bilərik göstərəcəm. Ona görə tələsməyək. Bu qədər nələrik bilin, testləri göstərəndə deyəcəm necə fərqləndirək. Bir də var fənn üstü inteqrasiya. Fənn üstü inteqrasiya yenə adından məlum olduğu kimi artıq öyrəndiyimiz fənlərlə kifayətlənməyib, həm də bu fənlərin həyatımızda, real həyatımızda nə işə yarayacağını anlamağımızdır. Yəni, öyrənmə real həyat deyir konseptində baş verilir. Mən nəyisə öyrənmişəm, tamam, getdim, tutaq ki, coğrafiyadan öyrəndim, ölkələrin iqtisadiyyatını öyrəndim, inkişaf etməkdə ölkələrin iqtisadiyyatını öyrəndim və yaxud da coğrafiyada öyrəndim iqlimi. Mənim bu öyrəndiyim bacarıq mənim həyatımda nə üçün lazım olacaq? Həyatımda onu necə istifadə edəcəm? O iqlimi gəlib evdə, həyatımda, gündəlik yaşamımda necə tətbiq edəcəm? Bu yanaşmanı istəyir bizdən fənn üstü inteqrasiya. Dolayısıyla da deyirik ki, bu yanaşma şagirdlərdə biliklərin real həyat kontekstində istifadəsini, problem həll etmə, tənqidi düşünmə, əməkdaşlıq, ünsiyyət və məsuliyyət kimi bacarıqların inkişafına hədələyir. Bayaq mən fənlər arasını deyəndə, mən sadəcə tapşırığın içərisində müxtəlif fənlər üzrə öyrəndiklərimi tətbiq etdim, düzdür? Amma fənn üstü inteqrasiyada bu problem etməni unutmayın. Bu söz, bu cümlə, bu ifadə bizə birazdan tez-tez lazım olacaq. Testləri həll edən zaman. Tənqidi düşünmə, əməkdaşlıq, ünsiyyət, real həyata hazırlayır sanki. Real həyatda öyrəndiklərimizi real həyatda necə tətbiq edəcəm? Bunu istəyir bizdən fənn üstü inteqrasiya. Yəni, burada məqsəd hansısa bir fəndə öyrəndiyi tapşırığın bacarığını, tapşırıq verim, görüm o tapşırığı necə eləyəcək. O bacarığı ölçmək deyil fənn üstü inteqrasiyada mənim məqsədim. Mənim məqsədim odur ki, görüm bu uşaq bu fənni öyrəndi, bu öyrəndiklərini real həyatında necə tətbiq eləyəcək. Ona görə də baxaq. Söz yığınıdır çoxu, vaxt da gedir, ona görə çox istəmirəm uzadım. Fənn üstü inteqrasiyada burada əsas nələri götürəcəyik? Problemin gerçək, həyati və aktual olması əsasdır. Situasiyanı oxuyan zaman baxın, görün, bu sadəcə tapşırıq üzərindəndirmi? Yoxsa bu doğrudan da real həyatımda istifadə edirəm mən bunu? Real həyat. Məsələn, biri var ki, müəllim deyir ki, bir dənə iqlim diaqramı qurun. Bu iqlim diaqramını gedin Excel-də qurun. Bu başqa bir şeydir. İqlim diaqramını qururam. Excel-də qurmağım üçün də mənə informatika fənnindən olan bacarıqlarım lazımdır. Bu zaman fənlər arası istifadə edəcəm. Bu heç. Biri də var, deyirəm ki, şagirdə deyirəm ki, iqlimi tutaq ki, öyrəndi. Get
gündəlik, tutaq ki, həftəlik daha doğrusu, həftə ərzində olan temperaturları ölç və həftəlik tutaq ki, sutkalıq amplitudanı tap. Bunu şagird real həyat məktəbdə öyrəndi. Real həyatda buna belə deyək də, o iqlim buna real həyatında necə, nə vaxt, hansı həyatın hansı hissəsində lazım olacaq. O situasiyadan, oradan həmin nəticəni çıxarıramsa, bu zaman fənn üstü inteqrasiya olacaq. Deyir ki, hadisə yalnız bir elmi istiqamətdən deyil. Burada işin elmi hissəsinə, tapşırıq hissəsinə, tətbiq hissəsinə baxmırıq. Tətbiqə baxırıq, amma problem üzərindən tətbiqə baxırıq. Hadisə yalnız elmi istiqamətdən deyil, həm də texniki, sosial, ekoloji, texnoloji baxımdan təhlil oluna bilməlidir. Şagird tənqidi düşünmək, problemi analiz etmək, yaradıcı həll yolu tapmaq, yeni bir həll yolu tapmalıdır. Bilikləri arasında müqayisə aparıb daha sonra onu real həyatında tətbiq eləməlidir. Prosesin sonunda şagird təklif irəli sürür, öz mövqeyini əsaslandıra bilir, özü nəticə çıxarır buradan. Yeni bir nəticə çıxarır, yeni bir praktik bir nəticə çıxarır. Öyrəndiklərimi, bu öyrəndim, deməli bu mənim həyatımın bu hissəsində lazım imiş. Bu nəticəni çıxarırsa, demək ki, müəllim orada fənn üstü inteqrasiyanı reallaşdırmış olub. Fənn üstü inteqrasiya nümunələrə baxaq. Nümunə 1-də deyir ki, təbii fəlakət nəticəsində bir kənd tamamilə yaşanılmaz hala düşür. Dövlət həmin ailələrin təhlükəsiz və davamlı yaşayış şəraitinə malik yeni əraziyə köçürülməsini planlaşdırır. İnsanların təhlükəsizlik riskləri, uyğunlaşma imkanlarını nəzərə alaraq yeni yaşayış məntəqəsi üçün ən uyğun yeri seçin. Baxın, bunu seçən zaman sizin üçün risksiz, sizin üçün uyğunlaşma imkanı bir başqa ərazi ola bilər. Mənim üçün bir başqa ərazi ola bilər. Mən o məktəbdən, dərsdən öyrəndiyim biliyi bir başqa cür tətbiq edə bilərəm. Siz başqa cür tətbiq eləyə bilərsiniz. Və deyir ki, seçiminizin müsbət tərəflərini, mümkün çətinliklərini qısa şəkildə izah eləyin. Dolayısıyla da fənn üstü inteqrasiya problemə sanki belə fərdi yanaşma tələb eləyirdi. Əgər o situasiyaya sən başqa, mən başqa həll yolu tapa bilirəmsə, deməli burada fənn üstü inteqrasiyadır. Və yaxud da ikinci nümunəni də deyək. Deyir ki, şagird parkda gəzinti zamanı ictimai məkanın zibilləndiyini müşahidə edir. Bu vəziyyət insanların istirahətinə və ümumi yaşayış mühitinə mənfi təsir göstərir. Bu problemin İnsan davranışı və ictimai məsuliyyət baxımından əsas səbəblərini müəyyən edin. Baxın, ortada problemli bir vəziyyət olur fənn üstü inteqrasiyada. Həll edilməsi lazım olan həyati bir problem olur, bir layihə olur. Xüsusilə də problemli situasiyalar qarşımıza. Fənlər arası inteqrasiyada əgər situasiya qarşımıza tapşırıq formasında çıxırsa, əgər deməyək, yəni xüsusilə fənlər arası inteqrasiyada bir situasiya mənim qarşıma tapşırıq olaraq çıxırsa, bu fənlər arasıdır. Yox, qabağıma problem olaraq çıxırsa ki, mən bunu öz doğru yanlışlarıma görə, öz mülahizəmə görə, öz düşüncəmə görə, öz məntiqimə görə bunu özüm araşdırıb, özüm səbəb müəyyən edəcəm, özüm nəticə çıxaracam, özüm həll edəcəmsə, özüm təklif hazırlayacamsa, bu fənn üstü inteqrasiyadır. Bu fənn üstü inteqrasiyadır. İndi mən öz nümunələrimi öz deməyim, Artinin bizə təqdim etdiyi nümunələr üzərindən də göstərəcəm. Bir dənə qısa bu cədvələ də baxaq. Deyir ki, iqtisadi inteqrasiyanın dedik ki, 3 dənə növü oldu. Fənn daxili, fənlər arası, fənn üstü inteqrasiya. Metodik izahı necədir fənn daxili inteqrasiyanın? Əgər tapşırığın məqsədi və qiymətləndirmə meyarları eyni fənnin bacarıqlarına yönəlibsə, söhbət burada fənn daxili inteqrasiyadan gedir. Fənn adından da göründüyü kimi daxilində, bir fənnin daxilindəki meyar ölçmədən söhbət gedir. Bir fənnin daxilində. Əsas məqsədi nədir? Tədris edilən fənnin çərçivəsində bilik və bacarıqların əlaqələndirilməsi və möhkəmləndirilməsidir. Ölçülən nəticə fənnə məxsus bacarıqlardır. Fənn daxili bir fəndən söhbət gedir. Digər fənlərin rolu yoxdur burada, istifadə olunmur. Adı üzərində fənn daxili, eyni fənnin daxilində olur. Fənlər arası nədir? Digər fənnin bilik və bacarıqları istifadə olunur, digər fənnin.
Lakin ölçülən nəticə yenə əsas fənnə aiddirsə, yəni əsas fənni bayaq dedim ki, müəllim situasiyanı oxuyanda görür ki, bu biologiya fənninə aiddir ha. Əsas nəticə həmin o fənnə aiddir. O heç. Mən onu biologiyadan qiymətləndirəcəm. Sonda onu biologiyadakı bacarıqlarına əsasən qiymətləndirəcəm. Amma digər fənlə də əlaqələndirməm tələb edilir. Əsas məqsədi nədir? Tədris edilən fənnin bacarığını formalaşdırmaq üçün digər fənnin elementlərindən istifadə edilməsi, ölçülən nəticəsi əsas fənnin bacarığıdır. Dediyim kimi, əsas müəllim tutaq ki, situasiya düşüb müəllimin qarşısına, görür ki, bu və yaxud da şagirdin qarşısına biologiya dərsində biologiyaya tapşırıq vermişəm də. Ona görə də ölçülən nəticə əsas fənnin bacarığına köklənməlidir. Digər fənlərin rolu, bəli, vasitə və dəstək funksiyası daşıyır. Tutaq ki, mən bayaq belə deyim də, coğrafiyada əhali məsələlərini həll etmək şagirddən tələb olunurdu. Dəstək olaraq riyazi dəstək aldım ki, o faizi, rəqəmləri necə ölçəcəm. Vasitə və dəstək funksiyası daşıyır. Fənn üstü inteqrasiyada necədir? Əgər qiymətləndirmə obyektini fənn bacarığı deyil, həyati bacarıq. Ona görə bayaq dedim ki, orada fənni, tapşırığı, fəndən olan bacarığı belə deyək də, situasiyanı oxuyanda görəcəksiniz ki, o situasiya fənnə köklənməyib. Fəndəki bacarığa köklənməyib. O situasiya şagirdlər real həyatda öyrəndiklərini necə tətbiq eləyəcək, ona köklənib. Əsas məqsədi şagirdlərin real həyatla əlaqəli universal bacarıqlarının formalaşdırılması, ölçülür həyati bacarıqlar, digər fənlərlə də rolunda məqsədə çatmaq üçün vasitə rolunu oynayır. Burada da var, digər fənlərdən dəstək almağın burada da var. Elə ən çox qarışdırdığımız məqamda ona görədir. Fənn üstü ilə fənlər arasını qarışdırırıq. Fənn üstüdə də mən başqa fənlərdən olan bacarıqlarla istifadə edə bilərəm. Amma o istifadə elədiklərim dərs üçün, tapşırıq üçün olmayacaq. Get filan tapşırığı elə tipli çıxmayacaq qarşıma. Real həyati problem üzərindən çıxacaq qarşıma o situasiya. İndi baxaq. Bir dəqiqə testləri açın. Məsələn, informatika fənni üzrə sınaq sualına baxaq. Bu, keçən il Artinin müəllimlərə təqdim etdiyi sınaq sual nümunələridir. Onları, belə deyək, qarşılaşdırmaq üçün bir araya yığmışam. İnformatika, məsələn, fənlər arasında eyni situasiya, bənzər situasiya fənlər arasında necə düşür, fənn üstüdə necə düşür. Sualı oxuyuram. Deyir ki, siz 6-cı sinif olaraq bir informatika günü tədbiri keçirmək qərarına gəlmişsiniz. Tədbir üçün sizə 150 AZM büdcə ayrılıb. Siz ehtiyacları nəzərə alaraq büdcəni planlaşdırmalısınız. Xərcləri uyğun şəkildə elə tənzimləyin ki, ümumi xərc 150 AZM-dən çox olmasın. Tapşırıq inteqrasiyanın hansı növünə aiddir? Tapşırığı oxuyan zaman görürəm ki, informatika günü, amma bu heç bilirəm ki, informatika fənninə aiddir. Tutaq ki, bu situasiya çıxıb informatika müəllimin qarşısına. Bilir ki, bu informatika fənninə aiddir. Amma baxır orada 150 AZM büdcə, büdcəni planlama, tərtib etmə, xərclər, hesablamalar. Bunlar həm də hara gətirir? Onun riyazi bacarıqlarına gətirir də, düzdürmü? Şagird burada öyrəndiyi informatika ilə öyrəndiyi riyazi bacarıqları əlaqələndirib, informatika fənnin üçün, belə deyək də, verilən tapşırıqda riyazi bacarıqlarından da istifadə etməlidir. 150 AZM büdcə ayrılıb, bu büdcəni planlaşdırmalıdır və s. Bu bir tapşırıqdır. 6-cı sinif olaraq bir dənə informatika günü tədbiri eləmək qərarına gəlmişsiniz. Sənə də belə bir tapşırıq verilib ki, tədbir üçün sənə 150 manat büdcə ayrılıb, siz ehtiyacları nəzərə alaraq büdcəni planlaşdırmalısınız. Bunun üçün şagird, baxırsan ki, 2 dənə fənni əlaqələndirmə tələbi, açıq-aşkar 2 dənə fənni əlaqələndirilməsidir. Bir də fənn üstü inteqrasiyadakı nümunəyə baxın, amma burada bir problem görəcəksiniz situasiyanı oxuyan zaman. Məktəbinizdə kompüterlərin çoxsu sıradan çıxıb. Siz lazım olduqda bu kompüterlərdən istifadə eləyə bilmirsiniz. Bir dəqiqə özür istəyirəm. Bir dəqiqə müəllimlər, sualımız getdi. İstifadə edə bilmirsiniz. Sinif yoldaşlarınızın rəqəmsal vərdişlərini analiz etmək üçün onlayn anonim sorğu hazırlayın.
Aldığınız nəticələrə əsaslanaraq məktəbdə texnologiyadan istifadə davranışlarını dəyərləndirin. Bu nəticələrə əsasən texnologiyadan düzgün istifadə ilə bağlı təqdimat və maarifləndirici broşür hazırlayın. Tamam, yenə də müəllim qarşısına belə bir situasiya çıxır. Müəllim görür ki, aha, burada hər hansısa bir başqa bir fən lazım deyil. Sadəcə bir problem var. Şagirdin qarşısına bir dənə problem qoyulub ki, məktəbin kompüterləri sıradan çıxıb. Mənə görə, mənim izahıma görə fənn-üstü inteqrasiyanı fənlər arası inteqrasiyadan ayırmağın ən gözəl yolu budur ki, fənn-üstü inteqrasiyada real bir dənə problem var. Bildiyiniz problem yəni. Tutaq ki, gündəlik deyirsən, ayda filan problem var, mən bunu necə həll edə bilərəm? Bu da onun kimi bir şeydir. Kompüter sıradan çıxıb fikirləşir ki, mən bunu necə həll edə bilərəm? Özünə görə də tapdığı metod budur ki, deyir ki, onda mən rəqəmsal vərdişləri analiz eləmək üçün anonim sorğu hazırlamalıyam. Məktəbdəki texnologiyadan istifadə davranışlarını deyir, dəyərləndirin. Bu nəticələrə əsasən texnologiyadan düzgün istifadə ilə bağlı təqdimat və maarifləndirici broşür hazırlayın. Fənn-üstü inteqrasiya da real bir dənə həll olunması lazım olan bir dənə problem var. Fənn üstüdə. Fənlər arasında isə bir problem yoxdur. Sadəcə mənə bir tapşırıq verilib ki, informatika günü keçirdəcəyik. Gəlin bu 150 manat büdcə ilə görək nə edə bilərik. Şagird orada vurub, çıxıb, bölməlidir, gəliri, xərci hesablamalıdır və tətbiq etməlidir. Vəssalam. İnformatika fənnində riyazi bacarıqlarından da istifadə etməlidir. Bu da olur fənlər arası inteqrasiya. Mən sizinlə razıyam. Biz bu günə qədər, daha doğrusu keçən ilə qədər burada fənlər arası inteqrasiya izahı üçün göstərdiyim nümunəni adətən fənn-üstü kimi götürürdük. O öyrəndiklərimiz tamamilə sıfırlayaq və unudaq. Yeni test tapşırıq nümunələri üzərindən yola çıxaq. Belə formalaşdıraq artıq. İzahı da dinləyəndən sonra dərhal time işləyin. Time-da xüsusilə də orada fənlər üzrə verilib. Hər fənnə aid müxtəlif situasiyalar verilib. Əminəm ki, orada görəcəksiniz ki, oradakı situasiyalar da dəyişdirilib və bu izahdan kənara çıxan bir tapşırıq yoxdur. Digərində, coğrafiya fənni üzrə sınaq sualıdır. Deyir ki, şagirdlər qrup halında dünyanın müxtəlif iqlim qurşaqlarında yaşayan insanların həyat tərzini araşdırmalı, həmin iqlimdə yaşamaq üçün uyğunlaşdırılmış ekoloji yaşayış məskəni layihəsi hazırlamalıdırlar. Əvvəlki illərdə müəllim layihə sözünü görən kimi götürürdü bunu fənn üstü. İndi baxıram ki, bu layihə şagirdə tapşırıq olaraq verilib. Bu bir tapşırıqdır. Şagirdin nəyinə lazımdır gündəlik yaşamında? Şagirdin qabağına dərdi, yəni problemi ilə cəmaatın müxtəlif qurşaqlarda yaşayan insanların həyat tərzi deyil ki, düz deyil. Fənn-üstü inteqrasiyada amma şagirdi belə deyək də, şagirdin qarşısına bir problem qoyulur. İndi ekoloji yaşayış məskəni layihəsi hazırlamalıdır. Daha sonra bu yaşayış məskənini 3D modelləşdirmə aləti və ya interaktiv təqdimat vasitəsilə təqdim etməli və bu yaşayış formasının iqlim dəyişikliyinə qarşı davamlılığını əsaslandırmalıdır. 3D modelləşdirmə. Bunun üçün də bilirsiniz də, yəni müəllim oxuyanda görür ki, bunu mən öz-özümə kağızın üstündə eləyə bilmərəm ki, 3D modelləşdirməni. Mənə bunun üçün bir texniki vəsait lazımdır. İnternetə çıxış lazımdır, nə bilim, kompüter, notebook, nəsə belə bir şey lazım. Bir sözlə, informatika fənni ilə əlaqələndirilmə etməsi lazımdır burada şagirdin. Coğrafiya ilə informatika fənni arasında fənlər arası inteqrasiya olmalıdır. Şagirdin qarşısına, baxın, tapşırıq olaraq çıxdı bu. Bu bir tapşırıq verilib şagirdə. Git belə bir layihə hazırla. Orada dünyanın müxtəlif iqlim qurşağında yaşayan insanların həyat tərzini araşdır, iqlimdə necə yaşaya bilərlər, onun üçün bir dənə məskən layihəsi hazırla. Bunu da hazırlayanda elə belə hazırlama da 3D modelləşdirmə alətindən istifadə elə, interaktiv təqdimat bir dənə hazırla. Vəssalam, coğrafiya ilə informatikanın əlaqələndirilməsi. Amma fənn üstüdə necədir? Fənn üstüdə, deyir ki, planetimizin şirin su ehtiyatı baxımından problemlərlə üz-üzədir. Biz bugün belə bir problemlə rastlaşırıq. Bu bir görsüz problemdir. Bu bir problemdir. Problemlə üz-üzədir. Bu sahədə istehlakın kəskin azalması lazımdır. Planetimizin gələcəyini necə qorumaq olar? Bayaq mən fənn-üstü inteqrasiyada dedim ki, o situasiyada o məntiqi tutun. Fənn-üstü inteqrasiyada, məsələn, sizə görə planetimizin gələcəyinin qoruma üsulu bir başqa ola bilər. İndi ekran digər, məsələn, siz məni dinləyirsiniz, sizə görə planetimizin gələcəyini qorumaq
üsulu, qorumaq üçün çıxış yolu daha doğrusu bir başqa üsul ola bilər. Mənə görə bir başqa ola bilər. Biz hərəmiz bu problemə fərqli aspektlərdən yanaşacağıq. Hərəmiz o problemi başqa cür həll etməyə çalışacağıq. Siz öyrəndiklərinizi həyatda bir başqa cür tətbiq edəcəksiniz. Mən öyrəndiklərimi həyatımda bir başqa cür tətbiq eləyəcəm. Mən bu şirin su ehtiyatının tükənməsinə bir başqa cür yanaşacağam. Siz bir başqa cür yanaşacaqsınız. Dolayısıyla hər ikimiz problem həll edəcəyik. Bu fənüstü inteqrasiyadır və yaxud da yaşadığınız şəhərdə deyil, iqlim dəyişikliyi nəticəsində son illərdə hava şəraitində ciddi dəyişikliklər baş verib. Preventiv tədbirlər gör və yenilənmiş şəhər layihəsini hazırla. Deyə bilərsiniz, burada da layihə var idi, burada da layihə var. Bayaqki layihə mənim bir tapşırığımdır. Mənə belə bir tapşırıq verilib ki, ay uşaq, get, ay şagird, get, filan şeylərdən istifadə elə, filan fənlərdən istifadə bir layihə hazırla. Buradakı layihə isə mən yenilənmiş şəhər layihəsini öz inteqrativ düşüncəmə görə, öz kreativliyimə görə bir başqa cür hazırlayacağam. Preventiv tədbirlər gör deyir. Mənim tədbirim mənə görə, mən o problemi başqa aspektdən yanaşıb həll etməyə çalışıb başqa bir layihə hazırlayacağam. İqlim dəyişikliyi nəticəsində son illərdə hava şəraitində baş verən dəyişiklikləri mən bir başqa cür təqdim edəcəm layihəmdə. Sən bir başqa cür sən bu problemə bir başqa cür yanaşa bilərsən. Baxın, bu artıq fənüstü inteqrasiyadır. Daha sonra bir dənə də nümunə verək. Kimya fənni üzrədir. Deyir ki, təsəvvür edin ki, siz ekoloji problemləri araşdıran bir dənə qrup üzvüsünüz. Sizə müəyyən bir ərazinin içməli suyunun dadı, iyi və tərkibi ilə bağlı şikayət daxil olub ki, bu suyun dadı belədir, iyi, tərkibi dəyişib. Sizin öhdəliyiniz 3 fərqli su mənbəyindən su nümunəsi götürüb, onların tərkibini, codluğunu, bulanıqlıq dərəcəsini ölçməklə iddianın doğru olub-olmadığını müəyyənləşdirməkdən ibarətdir. Datalar toplanmalıdır, cədvəl yaradılmalıdır və s. Burada ola bilər sualın davamı yaxşı görünmür. Yenə də burada deyir ki, siz ekoloji problemləri araşdıran tapşırıq verib mənə. Deyir, suyun dadını, iyini, tərkibi ilə bağlı bir şikayət daxil olub. Ged ondan nümunə götür, onun tərkibini, codluğunu, bulanıqlıq dərəcəsini ölç. Baxın, mən də bunu ölçsəm, eyni nəticəyə gələcəm. Siz də gedib onu ölçsəniz, müxtəlif biliklərimizdən istifadə edirik də, burada kimya ilə ölçmə işləri görürük də. Siz də belə deyək, siz eyni nəticəyə gələcəyik də hər ikimiz. Nümunəni götürəcəyik, tərkibidir, codluğudur, bu su həmin sudur da, yəni eyni nəticələr çıxacaq. Mənə görə başqa cür bulanıq, sizə görə başqa cür cod ola bilməz ki, düz deyil. Demək ki, burada fənlər arası inteqrasiyadır. Demək ki, burada bir tapşırıq verilir, mənim şagirdin öhdəsinə düşən, orada nümunə götürmək, onun tərkibidir, codluğudur, bulanıqlığı dərəcəsidir, ölçmə işləmlərini etməkdən və bu iddianın doğru olub-olmadığını müəyyənləşdirməkdən ibarətdir. Burada şagird özünə görə nə isə əlavə edə bilməz, özünə görə fərqli bir nəticə çıxara bilməz. Siz başqa, mən başqa cür həll edə bilmərik. Burada nəticə dəyişməyəcək. Su bulanıqdır, tərkibi dadı iyi, tərkibi ilə bağlı şikayət daxil olub. Mən burada müəyyən ölçmə işləri görüb, belə deyək, iddianın doğru olub-olmadığını müəyyənləşdirməliyəm. Bir tapşırıqdır və konkret bir həlli yolu var. Konkret bir həlli yolu var. Amma indi digərinə baxın. Bir dəqiqə. Amma fənüstü inteqrasiyadakı nümunəyə baxın. Su anbarından gələn içməli suyun son vaxtlar dadı dəyişib və bulanıq görünür. Bəzi ailələrdə mədə-bağırsaq pozğunluqları, çaydan da daşlaşma kimi hallar müşahidə olunur. Şagird bu suyun içməli su kimi istifadəyə uyğun olub-olmadığını müəyyənləşdirib nəticə əsaslandırılmış şəkildə. Burada şagirdin qarşısına bir problem qoyulur ki, su anbarından gələn içməli suyun son vaxtlar dadı dəyişib, bu su bulanıq görünür. Bəzi ailələrdə mədə-bağırsaq pozğunluqları, çaydan da daşlaşma kimi hallar müşahidə olunur. Şagird, baxın, burada hər hansısa bir ölçmə, getsin nümunə götürsün, codluğuna baxsın, bulanıqlığına baxsın, bir fənn üzrə bir bacarıq ondan tələb olunmur.
Şagird burada bu suyun içməli su kimi istifadə olunub olmadığını müəyyənləşdirmək üçün suyun dadına da baxa bilər. Məsələn, siz deyə bilərsiniz ki, mən suyun dadına baxıb biləcəm ki, uyğundur, uyğun deyil və nəticəmi buna əsaslandıracağam. Mən deyə bilərəm ki, mən bunu başqa bir yolla ölçəcəm. Nəticədə axı bu problemdir. Hər ikimiz problemə fərqli aspektlərdən yanaşacağıq. Düzdür? Burada da deyir ki, şagird bu suyun içməli su kimi istifadəyə uyğun olub-olmadığını müəyyənləşdirib, nəticəni əsaslandırılmış şəkildə təqdim eləyir. Yenə də deyirəm, fənn-üstü inteqrasiyada bir problem var. Fənlər arasında deyir ki, təsəvvür elə ki, getdi bizim sualımız yenə. Deyir, təsəvvür elə ki, bu arada bu təsəvvür edin söhbətini unutmayın. Bunu bir deməzdim hamısında, amma 90% hallarda bir açar söz kimi götürün. Təsəvvür edin o deməkdir ki, sizin qarşınıza bir tapşırıq qoyulub. Təsəvvür elə ki, belə bir məsələ var. Tapşırıq qoyur da, deyir, siz ekoloji problemləri araşdıran bir dənə qrup üzvüsünüz, sizə müəyyən bir ərazinin içməli suyu, yəni və s. Öhdəliyiniz 3 fərqli su mənbəyindən nümunə götürmək, şagirdə bir tapşırıq verirəm burada. Təsəvvür elə ki, belə bir şey baş verib. Amma digər nümunədə isə real olmuş həyati bir problemdir. Su anbarından son vaxtlarda gələn içməli su dadı dəyişib, bulanıq görünür. Burada təsəvvür et söhbəti yoxdur. Burada get ölç, bax, gör, nə isə tətbiq elə yoxdur. Burada sadəcə olaraq deyək ki, son dövrlərdə belə bir daha doğrusu su anbarından gələn içməli suda son vaxtlar dad dəyişib, bulanıq görünür. Səncə bu uyğun belə deyək də bu su içməli suya yararlıdır, istifadəyə yararlıdır, uyğundur, uyğun deyil. Uyğundursa niyə uyğundur? Uyğun deyilsə də o zaman əsaslandırılmış şəkildə bunu təqdim et. Yekunda deyirəm, fənlər arası inteqrasiyada şagirdin qarşısına bir tapşırıq qoyulur. Şagird bir tapşırığı həll etməlidir. Situasiyanı oxuyanda tez orada axtarın, görün, ikinci bir fənnin bacarığından istifadə olunub, yoxsa yox. Bu tapşırıqda öz fənnimlə paralel olaraq başqa fənnin bacarığından da istifadə edəcəm, yoxsa yox. Bu şagirdin tapşırığıdırmı? Layihəsidirmi? Sinif üçün, sinifdə öyrəndiklərini tətbiq eləmək üçün gedib demişəm ki, get bunu ölç, et, gətir tiplidirmi? Və yaxud da bunu edən zaman bu hazır şəkildə konkret meyarlardan istifadə edibmi gələcək, yoxsa yox? Belədirsə bu fənlər arasıdır. Yox, əgər o sadəcə bir problem həllidir, bunu müxtəlif şagirdlərə vermişsiniz. Hər şagird o problemin həllinə bir cür yanaşa bilirsə, bir cür oradan nəticə çıxardıb, hərəsi öz əsaslandırılmalarını, o problemə, hərəsi öz, belə deyək də, əsaslandırmasını, öz fikrini ortaya qoyursa, öz o problemin həllinə hərə öz təqdimatını edirsə, öz düşüncəsinin təqdimatını edirsə, bu zaman fənn üstü inteqrasiyadır.